Teşekkür edirəm uşaqlar. Gəlin ətrafıma, gəlin, hələ çıxmırıq. Bugün sizin bayramınızdadır. Sizin timsalınızda Azərbaycan uşaqlarını, bütün dünya uşaqlarını təbrik edirik. Sağlam mühitdə böyüyəsiniz, sağlam cəmiyyətdə böyüyəsiniz. Kameraya baxın dostlar. Bəli, əziz tamaşaçılar, sabahınız xeyirlər açılsın. Bugün ayın 1-i Beynəlxalq Uşaqların Müdafiəsi günüdür. Bugün 1950-ci ildən etibarən qeyd olunmağa başlayıb. 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib və bütün insanların, bütün aidiyyatı strukturların diqqətini uşaqların probleminə, qayğısına çəkmək məqsədi ilə təsis olunub və bilirsiniz ki, Azərbaycanda da uşaqlara xüsusi rəğbət bəslənilir. Onların müasir standartlara uyğun şəkildə təhsil alması, eyni zamanda həssas kateqoriyadan olan uşaqlara da diqqətdə saxlanılır hər zaman. Azərbaycan uşaqları məncə xoşbəxtdir, azad mühitdə böyüyürlər, sağlam cəmiyyətdə böyüyürlər, müstəqil Azərbaycanda böyüyürlər və bunlar nə qədər sağlam olsa, nə qədər düşüncələri, məfkurələri milli olsa, o zaman Azərbaycan əmin əllərdə olacaq və qeyd edeyim ki, bu uşaqlar Dərbəndi rəqsini ifa elədilər. Bədii rəhbəri Rəhim Babayev olan Azad rəqs ansamblının igid oğlanları və gözəl qızları idi. Sizə təşəkkür edirəm, əziz dostlarımız deyəcəm sizə. Əziz bizim vətəndaşlarımız xoş gəlmişdi, səfa gətirmişdi. Sizdən yenə də rəqs gözləyəcəyik. Sizdən birazdan da rəqs gözləyəcəyik. Tamam mı? Bayramınız mübarək olsun və bütün Azərbaycan uşaqlarının bayramı mübarək olsun. Çox sağ olun.